Əlbəttə namaz insanı bir çox şeydən qoruyur. Birincisi təmiz olmağa səni vadar eləyir, pak olmağa, cismani şəkildə pak olmağa. İkincisi səni zikr əhli eləyir. Sən hər gün 17 dəfə Allahı zikr eləyirsən. Sonra deyir ki, verdiyimiz ruzudan Allah yolunda xərcləmək. İndi bu ruzu sözünün mənası ruz deməkdir. Ruz yəni gün deməkdir. Gözünü açırsan ha, səhər yuxudan durursan, görürsən ki, sağ-salamatsan, əlin yerində, qolun yerində, gözün görür, beynin işləyir, normal insansan. Bunun özü sənin üçün bir ruzudur. Allah sənə ağıl verib, huş verib, baş verib, neyin? Ruzunu qazanmaq sənindir. Ona görə deyirlər ki, ruzunu Allah verir. Səni ki, sağlam bu dünyaya gəlmisənsə, heç bir problemin, çətinliyin yoxdursa, əqli cəhətdən sənə ruzunu Allah verir. İndi bu Allahın verdiyi ruzunu isə sən gərək